Bugün sizinlə birlikdə dırnaqlarımı yeniləməyə gedirik. Bu dəfə ərazində Bakıxanovda yerləşən sevdiyim dırnaq salonuna yollandım. Əvvəlcə rəngli dizayn fikirləşirdim, amma sonra fikrimi dəyişib daha sadə və zövqlü bir nut ton seçdim. Düzü nəticə o qədər xoşuma gəldi ki, hər dəfə baxdıqca yenidən vuruluram. Salonda da çox səliqəli və rahat idim. Yəqin ki, növbəti dəfə yenə buraya gələcəm. Həm əl, həm də ayaq dırnaqlarımı burada etdirməyi düşünürəm. Burada isə uşaqlarımı tenis məşqinə aparıram. Biraz oradan buradan görüntülər çəkdim və günü sizinlə bölüşmək istədim. Oğlumla qızımın tenis yarışını izləmək mənim üçün günün ən gözəl hissəsi oldu. Vloqum deyim olar ki, bundan ibarətdir və dırnaqlarımı da buradan baxıram. Artıq burada dırnaqlarımın bir həftəsi tamam olmuşdur. Çox səliqəli uzanır və gözəl görüntü yaranır. Sonra isə Türkiyədən, Trendyoldan, Eda Taşpınardan zaqar yağları sifariş vermişdim. İçində həm adi bronzlaşdırıcı yağ, həm də parıltılı versiyası var idi. Çox uyğun qiymətə aldım. Mən ağ dərili olduğum üçün öz dərimə uyğun olanı seçmişəm. Üstəlik yanında balaca mini ətir də hədiyyə etmişdilər. Belə kiçik sürprizlər məni həqiqətən də çox sevindirir. Qoxusu çox gözəl idi. Bu zaqar yağları əslində burada çox, yəni mənə uyğun qiymətə satılmır, çox baha satılır. Düzdür, bəlkə də endirimdə əldə etmək olar. Amma mən nədənsə Türkiyənin özündən Trendyol vasitəsilə sifariş verməyi düşündüm. Və hamısına birlikdə 45 manat xərcim çıxdı. Amma burada düşünürəm ki, bu 3 məhsula daha çox xərcim çıxa bilərdi. Açıq şəkildə də açdım, sizlərlə göstərirəm. Belə. Görümün neçə il davam edəcək məndə. Burada isə mənim üçün hədiyyə qoyduqları mini parfümü də yaxından sizinlə bölüşürəm. Sonra isə biraz oturub kitab oxudum. Hazırda Çingiz Abdullayevin Dağılma rəmzləri kitabını oxuyuram və indiyə qədər çox bəyəndim. Belə sakit yerlərdə kitab oxumağı isə ayrı çox bəyənirəm. Kitab detektiv tərzdə yazılıb. Özümə belə Tərxun sok almışdım. Tərxunu ümumiyyətlə çox sevirəm. Qiyməti isə çox uyğun idi. 55 qəpiyə obadan əldə etdim. Və sakitcə kitabımı mütaliə etdim. Artıq deyim olar ki, 4-5 gündür bu kitabı mütaliə edirəm. Və ardından yollandım təzədən tenisə. Çünki övladlarım tenisdə yarışda idilər və onları götürməli idim. Və yol gedərkən də biraz özümü çəkmişəm. Əslində özümə burada yeni bir şalvar əldə etmişəm. 14 manata, sonra şortik götürdüm özümə. Onları çəkməyi unutdum. Maraqlı olsa gələn səfər sizinlə paylaşaram. Və yeni kofta əldə etmişdim özüm üçün. Nəsə geyimimə belə baxanda gündəlik geyimdir. Yəni adi park içində tenisi övladlarımı apararkən aldığım geyimlərdir. Burada uşaqları biraz çəkmişəm ki, vloqumda yadigar qalsın. Artıq deyim olar ki, biz tətilə çıxırıq. Artıq tenis olmayacaq. Daha doğrusu sentyabrdan davam edəcək. Çünki yayda deyənə tətildəyik. Sonda isə Bravo'dan aldığım Garnier SPF 15 bronzlaşdırıcı yağını göstərmək istəyirəm. Mən ağ dəriliyəm, ona görə sizə SPF 30 variantını məsləhət görərdim. Yağ dəridə çox gözəl görünür və qaralmanı daha da bərabər edir. Mən bunu istifadə edəndə mütləq ayrıca günəş kremi də istifadə edirəm. Yayda belə məhsulları çox sevirəm və düşünürəm ki, bir çox xanımlar üçün daha maraqlı olar. Hal-hazırda istədiyim düzdür bronzlaşmağa çatmamışam, amma istəyirəm ki, daha da zaqar alım. İndi görüm də hələ yayın bitməsinə bir ay yarım var. Yay boyu görüm, əgər dənizə gedə bilsəm daha çox, mütləq tez istifadə edəcəm. Vlogun sonuna çatıram və indi biraz kitab oxuyacağım və videonu YouTube'a yerləşdirirəm, siz də izləyəsiniz. İzləyib like etsəz çox şad olaram və belə. İnşallah ki, yenə təzə bir vlog çəkərəm sizlər üçün, daha doğrusu özüm üçün, çünki xatirə qalsın YouTube kanalımda.